siz adlarını çəkdikləriniz, o generallardır və s. qatillər, onlar icraçılar. Bütün o cinayətlərin, qatillərin başında duran bir nəfərdir. O da Əliyev. İndi ortalığa atıblar Ramiz Meytevi. Yəni bu uzun illər ərzində sən demə, bütün o törədilən cinayətlərin arxasında Ramiz Meytevi. Və o daşı da kimdir atan? Ramiz Meytevinin üzərinə vaxtı ilə həmən o Ramiz Meytev onları yetişdirən, parlamentə təyin edən və s. Amma Ramiz Meytev axır Əliyevi də yetişdirdi. Əliyevi də prezident təyin etdi. Heydər öləndə Heydərin adından imzasını atan həmən o Ramiz Meytev idi. Və bu uzun illər ərzində bütün o törədilən cinayətlər onlar birlikdə törədirdilər. Əliyevlər hansı reformaları keçirməyi istədi, onun qarşısını Ramiz Meytev aldı. Ramiz Meytev axır bilirdi, atasıyla vaxtilə uzun illər ərzində çalışmışdı və bilirdi atasının o yanaşmalarını və o davam edirdi. Əliyev də bu sərf edirdi. Axır uzun illər ərzində, yadınızdadır, Əliyev deyir, dünya bizə paxıllıq edir. Biraz yavaşlayaq, əzizəm vətənlər. Onda Ramiz Meytevlə birlikdə idi, inkişaf edirdi, bunu etiraf edirdi. Və o təyinatlar dediyinizdə, yəni Zakir Həsənov, mən üzr istəyirəm, o, indi hərbiçilər buradadır, komandir zot səviyyəsində necə var idi, elə də qalıbdır. Onun nə səviyyəsi var, nə elə bir səlahiyyətli var. Bu əclaf icraçıdır. Öz də döşünə bir baxın, saxta həmən o rombiklərdir, yəni akademiyanı bitirib. Amma əslində onun heç bir təhsili yoxdur. İkinci orden medallar, Sovetlərdən qalmış orden medal daşıyan birisi Azərbaycanda müdafiə naziri ola bilərmi? Mümkün deyil. O ki qaldı, indi deyirsiniz ki, Bərxudarlı Zakir Həsənov harasa təyin edibdir. Briqada komandirdən yuxarı bütün təyinatlar bilavasitə Əliyev tərəfindən edilir. Və bugünkü gündə, bax bu paradı, bu zəfər paradı deyirlər. Mən bunu qəti şəkildə belə yanaşmanın əleyhinəyim, bunu indi mən çalışıb sizə izah edəcəm. Bu zəfər rejimin zəfəridir. Xalqın zəfərinə biz çevirə bilmədik. Xalqın balalarının qanı üzərində bu zəfəri çalaraq bu gün də meydanlarda həmən o qatillərlə o zəfir paradı keçirir. Bunu bir xalq olaraq biz qəbul edə bilərdik mi, əzizəm vətəndaşlar? Axır hamımızın gözünün qarşısında orduda və xüsusən də Tərtərdə bu qədər faciələr baş verdi və onlar özləri də məcbur olaraq etiraf etdilər ki, bəli, orada qanunsuz və üzr istəyirəm, həmən o qatil hazırları, o işgəncələr və s. Bunu etiraf etdilər və çoxları da bəraət aldı. Yaxşı, bundan sonra Əliyev, indi ki, üzr istəyirəm, indiyə qədər Ramiz Meytev mani olurdu da onu. Bəs indi ki, Ramiz Meytev yoxdur. Niyə onlarla birlikdə yenə də onlar cəzalandırılmır? Niyə onlarla birlikdə bu gün həmən o Zəfər Bayramı adlanan biri, o üzr istəyirəm, o keçirilir və s. Bilirsiniz, əziz dinləyicilər, əziz Validə xana və burada iştirak edənlər, onu başa düşün ki, bütün o cinayətlərin başında bu rejim durur, Əliyev. Əliyevə sərf edir bu gün. Onlar elələr sərf edir. Əliyev düşünür ki, sabah da onlara hansı əmrləri verdi, göstərişləri verdi, onlar icra edəcək. Amma onlar o mümkün deyil. Vaxtı ilə elə mən özüm o Amon hadisələrində mən dəfələrlə demişdim. Ordu xalqın ordusudur. Bu orduda xidmət edən xalqın evladlarıdır. Geci tezi bunlar Əliyev başda olmaqla bu törətdiyi cinayətlərə mütləq cavab verəcəklər. O ki qaldı bu Zəfər Bayramı və mən başa düşürəm sizləri. Başa düşürəm, amma mən istəyirəm ki, bizim xalqımız başa düşsün. Həqiqətənmi, əzizim vətənlərim, həqiqətənmi bu Zəfər Bayramıdır? Həqiqətənmi biz 3000-dən artıq indi rəsmi olaraq bunlar qeyd edir. Özü də 80-90% bizim 18-19 yaşında evladlarımız idi. Həqiqətənmi o Zəfər Bayramı biz qazandıq və qazana bilərdi əgər həqiqətən də həmən o qatillər, bunların həmən o Əliyevin o generalları Əliyev başda olsaydı. Onlar həmən o əməliyyatları keçirsəydilər. Mümkün deyil idi axı. Uzun illər ərzində görürdük də xəyanətlər göz qabağındaydı. Elə 16-cı ildə aprel hadisələrindən sonra ki, öz xəyanətlərini, cinayətlərini örtbasdır etmək üçün Tərtər faciəsinə əl atdılar. O bəlli idi. Ondan sonra da heç dəyişmədi axır orduda. Necə olur ki, zəfəri qazanan həmən o
qazilər, əlillər deyilənə görə onlarla, indi dəqiq mən o rəqəm bilmirəm, deyirlər 40, bəziləri deyir 80'ə yaxın həmən o zəfəri qazananlar özlərinə od vurub yandırdılar. Onlar dilənçi, dözülməz bir durumda. Onlara diqqət, belə halda biz bu zəfəri həqiqətən zəfər kimi təqdim edə bilərikmi? Bəli, rejimin zəfəridir. Rejim dünyaya göstərdi və bu gün də elə təqdim edirlər ki, Əliyev Qarabağı azad etdi, Əliyev belə ordu qurdu, Əliyev, üzr istəyirəm, NATO standartlarına keçid edir, o NATO nümayəndələri ilə görüşmə. Bu qatil generallarla, əzizim vətənlərim, orduda olan o durum hamıya bəllidir. Onlarla NATO standartlarına keçid mümkündürmü? Atası vaxtı ilə 95-ci ildən rəsmi olaraq elan etmişdilər ki, biz NATO standartlarına keçid edirik. Və bu uzun illər ərzində nələr baş verdi göz qabağındadır. Elə Tərtər faciəsi. Həmən o etkilər. Bu gün də hansı NATO standartlarına bu qatillərlə onlar üçün orduda hamı tanıyır, xalq da tanıyırdı və orduda onlara nifrət edirlər. Onların bu əskərlər, zabitlərinə belə yanaşmaları ilə NATO standartlarına keçmək mümkün olacaqmı? Əliyev, bu rejim həmən o qazilər üçün özlərinə od vurub yandırdılar, əzizəm vətənlərim. Onlarla, yoxsa siz istəyirsiniz ki, belələrin sayı, özünə od vurub yandıranların sayı minlərlə olsun ki, xalq bunu hiss etsin, görsün. Evladına həmən o qazilər, yenə təkrar edirəm, həyatlarını qurban verərək o analar, o valideynlər, evladlarını bu vətən uğrunda qurban verərək, onlar şəhid olur və o şəhidlərə qan pulu 3000, 4000 dolar verirlər. Evladına, əzizəm vətənlər, Bodrumda 500 milyonluq villa alır. Bu zəfərdirmi? Əgər bu zəfər sayırsınızsa, belə zəfər sizin təpənizə dəysin. Belə zəfərlər olmur, əzizəm vətənlərim. İkinci Dünya Savaşında Sovetlər də, onlar da qeyd edir və bugünkü günə qədər də o zəfər bayramını qeyd edirlər. Sovetlərdə yaşam durumu görün bir nə vəziyyətdə, nə durumdadır. Amerikada da iştirak edirdi. Yaponiyaya qarşı Asiya ölkələrini tamamilə işğaldan, Yaponiyanın işğalından azad edən İngiltərə, Yaponiya idi. Bugün onların münasibətlərinə bir fikir verin də. Dünyanın aparıcı devlətləridir. Onlarda parad keçirirlərmi? Nümayiş etdirirlərmi? Bu paradlar kimə lazımdır? Diktatorlara. Onlar üçün xalqına divan tutur. Yaxşı, sən indi sülhə hazırlaşırsan. Qafqazda biz deyirik də sülhü təmin edək ki, bir yolluq bu savaşlara son qoyaq. Belə halda, bax bunu sən nümayiş etdirib, göstərirsən, dəvət edirsən, bu nə verirsən? Sən həqiqətənmi? Və inananlar varmı ki, bu müharibələrin sonudur? Və həqiqətən də bunun bu yanaşmaları, ki, ora bizimdir, Sevan bizimdir, mən nə bilim, Qarbi Azərbaycandır və s. Belə halda biz həqiqətənmi? Bunların, bu siyasəti uzun illər ərzində mən demişəm, qeyd etmişəm, xalqın qanı üzərində qurulubdur bu rejim. Həmən onların qazandığı o zəfərlər, bu xalqın balaları, balaların qanı bahasına həmən o zəfərlərdir. Amma xalqın zəfəri ola bilməz, mümkün deyil. Axır, ateşkəsdən sonra da bunlar, əziz həmvətənlərim, yadınızdadırmı? Heydar qələbə çaldı. Sonraki illərdə nə qədər itkilər verildi. Yaxşı, əgər qələbə çaldınızda 94'də imzaladınız o 12 mayda. Ondan sonra bu xalq yaşadı mı? Bu xalqa divan tutuldu. Xalq didərgin salındı. Bir çörəyə möhtac qoydu. 5 ildir də deyirsiniz bu müharibə bitdi. Müharibə olan həmən o, deyək ki, ateşkəsdən 20-ci ilə qədər müharibə idi. Biz deyirdik ki, nətə ki, bax bu müharibə həll olsun, silahlar başa düşürük, bizim durumumuz ona görə belə ağırdır, çətindir, dözülməzdir, müharibədir. Axır 5 ildə o müharibə bitdi. O zəfərdən sonra bu xalq nə isə qazandı, məzəm vətənlər. Əziz xalq, siz nə isə qazandınız mı? Sizin durumunuz dəyişdi mi? Bax bu analar, niyə bu analar göz yaşları bugün də meydanda olmalıdırlar? Yadınıza salın. Şəhid analarının necə meydanlara, şüşələrə salmışdılar. Yenə təkrar edirəm. Həmən o qazi, onlara kimi qan pulu deyirik də biz, bizim o şəhidlərə.
Ailələrə 3.000, 4.000 dolar verir, 11.000 manat. Amma evladına, üzr istəyirəm, evladını da görürsünüz də, özünlə daşıyır. O da gətirib, indi atası vaxtı ilə sırıdı bu xalqa bir debil. İndi evladını hazırlayır, indi nümayiş etdirir, hamısına təqdim edir. Erdoğan'a da evlad. Yaxşı təqdim edərdin, həmən o qazilərdən, əlillərdən, o ailələrdən, şahid ailələrdən təqdim edərdin. Deyərdin, bunlar o zəfəri qazanıb. Sən evladlarını niyə daşıyırdın ora? Sən evladını niyə daşıyıb təqdim edirsin? Əzizən vətənlərim, belə zəfər lazım deyil. Əgər siz belə zəfərləri qəbul edirsiniz, deməli, siz bu həyata layiqsiniz. Bu həyata bundan sonra daha ağır durumunuz olacaq. Daha dözülməz durumunuz olacaq. Belə zəfərlər olmaz. Belə zəfərləri qəbul etməyin, mümkün deyil. Və belə zəfərlər, belə təqdim olunacaq o vaxta qədər ki, zəfər təqdim edərək, özür istəyirəm və s. Amma xalqı sizi talan edəcəklər, əzəcəklər, həbs edəcəklər. Yaxşı, bu zəfər ərəfəsində o bizim həbsxanada olan o gəlinlərimizdir, qızlarımızdır, onları azad etmək olar da. Niyə edilməli? Amnistiya elan edilməli. Əgər həqiqətən xalqın zəfəridirsə, bu rejimin zəfəridir. Bu qədər hələlik.